Magazin Plus Tural Avtoservis 023-in sponsorluğu ilə reklamlardan sonra davam edir. Verilişin sponsoru Tural Avtoservis 023. Bugün də çox maraqlı bir mövzumuz var. Ucuz avtomobillər, gizli qalan məqamlar və əlim yandıda satılan avtomobillər, eləcə də orada sizin bilmədikləriniz. Qonağım Tural Avtoservis 023-in rəhbəri, eləcə də avtomobillər üzrə ekspert Tural Ustadır. Tural Usta, bir daha xoş gördük sizi. Avtomobil almaq istəyən, satmaq istəyən, yaxud da avtomobildə düzgün qərar vermək istəyən, seçimi düzgün etmək istəyənlər, gözünüz, diqqətiniz, fikriniz ARB-də olsun, Magazin Plus-da olsun, Tural Usta açıqlayacaq. Tural Usta, bu günləri avtomobillərin qəfil qiymətinin düşməsinin əsas səbəbi nədir? Çox gözəl bir mövzuya toxunmusunuz. Demək olar ki, Azərbaycanda, bugünkü gündə Azərbaycan bazarında avtomobillərin qəfil qiymətlə bağlı olaraq ucuzlaşmasından gedir söhbət. Bu, bir çox insanları narahat edir. Ən çox da olaraq avtomobil almaq istəyənlər, bazara üzünü tutan insanlardan gedir söhbət. Burada nədir rol? Birbaşa olaraq ikinci əl olan avtomobillər, üçüncü əl olan avtomobillər var ki, bunlarda bəli, ucuzlaşma baş verib. Səbəb dırnaq arası iş adamlarının, fırıldaqçıların deyək ki, burada böyük bir rol oynamasıdır. Onlar qiymət baxımından ucuzlaşan maşınlar ikinci əl avtomobillərdir. Onu səbəb gətirə bilərəm. Kosmetika işində yaranan problem, avtomobilin özündə, kuzovunda yaranan problemlər, avtomobil alınandan sonra bir müddətdən sonra baş vermiş sürətlər qutusunda, motor korobkada, yəni yaranan ciddi nasazlıqlar və mən bu sadaladığım, saydığım problemlər var ki, onlar 1 manat, 2 manat deyil. Onlar 500 manatdan avtomobilə görə dəyişir, 3000, 5000, 6000 manata qədər gəlib çıxa bilər. Bəzi insanlar düşünür ki, avtomobili aldım, artıq bununla bağlı heç bir problemim olmayacaq, heç bir narahatçılığım olmayacaq və mən bunu 3 il, 5 il sürəcəm. Amma elə deyil. Yəni, gizli məqamları siz açıqladınız. Bəli, amma elə deyil, qətiyyən elə deyil. Heç kim fikirləşməsin ki, təzə və yaxud da ki, gedib ikinci əl avtomobil alacam, ona 5 il əl vurmadan mən maşını sürəcəm. Siz maşını alırsınızsa, ekspert tərəflərindən, tanınmış servislər tərəfindən, tanınmış ustalar tərəfindən avtomobillər yoxlanılmalıdır tam zamanətli, qarantili şəkildə. O halında yoxlanılmalıdır ki, siz avtomobili alqı-satqı etdiyiniz zaman sizin hansı servisdə avtomobiliniz yoxlanırlarsa, o maşında sizə qaranti verilməlidir ki, bu maşının kuzovunda, mühərrikində daxili yanma və sürətlər qutusunda heç bir problem yoxdur. Bunu bəli, siz bugünkü gündən sonra 3 il, 5 il və müəyyən bir probaqa əsasən idarə edə bilərsiniz. Tural Usta həqiqətən də gündəmi alt-üst edəcək, açıqlama verəcək. Əlim yandı avtomobilləri. Əlim yandı avtomobilləri gündəmin aktual mövzusudur. Əlim yandı avtomobilləri real fürsətdir, yoxsa orada aldana biləcəyimiz hansı məqamlar var? Aldana biləcəyiniz real fürsətdir. Birbaşa olaraq aldana biləcəyiniz real fürsətdir. Bunu tam olaraq hər kəsə şamil gətirmirəm. Demək olar ki, Bakı şəhərində ən çox bu şəhərlərimizdədir. Azərbaycan Respublikasının şəhərdə, mərkəzində keçirilir. Əlim yandı avtomobil alqı və satqı mərkəzlərində olacaq ən böyük problemlər, alıcılar tərəfindən yaşanılacaq ən böyük problemlər, nöqsanlar o adın altındadır. Bunu bir mənalı olaraq deyirəm. Gün ərzində onlarla müştərilər bizə yaxınlaşırlar ki, bizim əlim yandı adı ilə satılan avtomobillər var ki, burada ciddi nasazlıqlar, ciddi problemlər yaşayırıq. Bu, bir neçə insanlar var ki, Bakı şəhərində o ad altında gizli fırıldaqçılar fırıldaq edirlər, hər kəsi aldadırlar. Dəfələrlə olub ki, bizim servisimizə, bizim yanımıza bu cür insanlar yaxınlaşıblar ki, mən maşın almışam, rayondan gəlmişəm. Ən çox da aldanan şəxslər rayon cəmaətidir, rayon əhlidir. Oradan Bakıya üst tuturlar, maşın almaq haqqında gəlirlər və Bakıdan elə çıxar-çıxmaz ki, rayona çatandan bir az müddətdən sonra aldandıqlarını bilirlər. İkinci əl avtomobillər o demək deyil ki, bunlar ucuz, maya dəyərindən aşağı, yəni
gecə ilə çıxarılır satdığa və yaxud vaxtın baxmayaraq da bu əlim yanındadır, mənim ciddi həqiqətən də ehtiyacım var, adımda satılır qardaş, problemim var. Siz gedirsiniz, maşına alırsınız, niyə görə? Bunlar əksər hallarda axşamlar olur. Çünki axşamlar servislərin 90% xidmət göstərilmir və əlim yandı adından maşın satanların yanında servis ekspertləri yoxdur, ustalar yoxdur. Gecə alınan, satılan maşınlar yoxlanılsın. Gecə ilə alınan maşınları orada da beyləşirlər. Orada da alqı-satqı olunur. Orada da artıq bugünkü gündə sosial üzərindən, telefon üzərindən də onlayn satış həyata keçirilməsi mümkündür. Biz bir-birimizdən razılığa gəlirik, bir şəxs qarşı tərəfindən razılığa gəlirik. Bu maşının qiyməti budur, alıram. Onlayn alqı-satqı olunur. Oradan çıxandan sonra müəyyən insanlar var ki, bir-birlərini tapa bilmirlər. Və avtomobillərdə problemlər yaşayır. Hal-hazırda bu gün də servisimizdə onların qurbanından olan şəxslər var. Avtomobil alıblar, ciddi nasazlıqlar var. 700 manat, 800 manat, yəni bu da bir insanın bir aylıq bir gəliri deməkdir. Bəli, əlbəttə. Ciddi problemlər yaşanılır. Mən tövsiyə edirəm ki, avtomobili alanda dursan, belə bir deyim var el arasındakı, avtomobili satanda yox, alanda dururlar, qabağa düşürlər yəni. Siz avtomobili alanda ucuz alırsınızsa qabağa düşməyəcəksiniz, buna tam şəkildə əmin ola bilərsiniz. Siz avtomobili keyfiyyətli şəkilində, baxımlı şəkilində əgər avtomobil alırsınızsa, o halında siz qabağa düşmüsünüz və düşməsəz də belə öz qiymətinə maşın alırsınız, rahat maşın sürürsünüz. Bugün 5 dəqiqəyə avtomobili praktik olaraq nəzərdən keçirsəz, diaqnostika etsəz, hansı məqamlara toxunursunuz? Yəni 5 dəqiqəlik praktik bir nəzər. Əlbəttə ki, avtomobilə uyğun olaraq seçilir. İkinci əl avtomobillərdə əgər praktik cəhətdən yoxlanış olsa, kilometraja uyğun olaraq hesablanacaq bunlar. Onların daxili yanma, sürətlər qutusu, mexaniki olacaq problemlərinə daha çox üstünlük vermiş olacaq ki, çünki müəyyən bir probek var ki, istehsalçı tərəfindən o təyin olunmuş probekə əsasən olaraq onlar dəyişilməsi mütləqdir. O mexaniki şəkildə daxili yanma, maşının müntəzəm şəkildə yaranan problemlər var ki, onlara baxış keçirilməli lazımdır. Bu günləri elə Instagrama gələn suallarımızdan biri. Maşını alarkən hər birimiz mütləq şəkildə onun yürüşünə baxırıq. Ümumiyyətlə, hansı avtomobillərdə yürüş nə qədər olmalıdır? 100-150 min kilometr yürüş təhlükəlidirmi? Təzə gələn yeni müasir avtomobillərdə ümumiyyətlə 100-150 min yürüş verilmir ki, o yürüş əsasən olaraq hansısa servislərə yaxınlaşıb, Mercedes ondan tezdir. Siz ikinci nəsil olan avtomobillər vardır ki, onların müəyyən probekləri, bəli, 100-150 min verilirdi, yürüşləri verilirdi ki, o yürüş əsasən olunsun. Amma bugünkü gündə yeni müasir avtomobillərdə o deyil, 50 min yürüşdür. Səbəb nədir? Siz 150 min yürüşdə ikinci əl avtomobillərin hansısa bir verilən probekə əsasən olaraq, yürüşünə əsasən olaraq, verilən yürüş əsasən olaraq dəyişdirəcəyiniz, misal üçün, sürətlər qutusunun yağını mı deyimmi, zincirini deyimmi, hansısa qayış mı deyimmi, içində olacaq hansısa bir parçanı desək, müəyyən bir probekdən, müəyyən bir yürüşdən sonra onlarda problem olması normaldır. Amma siz bugünkü gündə yeni müasir olan avtomobillərdə verilən o 50 min, ta ki bundan əvvəlki avtomobillərdə ki 100-150 min verilirdi. İndi ki yeni müasir avtomobillər onun yarısı verilir. Biz onları yarısında dəyişsək, o illərlə gedəcək avtomobillərdir. O birisi köhnə nəsildən də daha uzun ömürlü olur. Sürpriz sualımız. Hər birimiz, hər kəs maşın alanda etdiyimiz bir səhv. Peşəkar cavabı. Buyurun. Ucuz bir, müəyyən bir avtomobilin normal iki avtomobildir. Hər ikisi eyni markadır, hər ikisi eyni modeldir. Birinin qiyməti digərində olaraq biraz çox ucuzdur. Bizim ucuz qiymətə qaçmağımızdır. Bu bir. Bu bir. İki, avtomobili düzgün, doğru şəkildə diaqnoz qoyulmadığı halda, yoxlanılmadığı halda almağımızdır. İki. Üçüncüsü də ki, avtomobili yoxlatdırdığınız zaman, alqı-satqı zamanı servis rəhbərliyindən, məsuliyyətli cavabdeh şəxslərdən tam qarantini almamağınızdır. Bu da 3 cavab. Əgər siz bunların üçünü də bir arada
olaraq toplum alırsınızsa, qorxusu yoxdur, alın sürün avtomobilinizi. Təşəkkür edirəm. Tural Ustanın devizi etibar və güvən, Tural Ustanın keyfiyyətidir. Keyfiyyət də ki, göz qabağında. Təşəkkür edirəm hər birinizə. Tural Usta isə dərin təşəkkürümü bildirirəm. Rubrikamızı burada sonlandırıram. Onu da qeyd edeyim ki, mənim qonağım Tural Avtoservis 023-ün rəhbəri və avtomobillər üzrə, bütün avtomobillər üzrə ekspert Tural Usta idi. Sağ olun, görüşərik. Təşəkkür edirəm. Sağ olun. Nəinki ölkədə, ölkə hüdudlarından kənarda da həm tanınır, sevilir, həkim, dietoloq, ARB televiziyasında yayımlanan Şəfalı Həyat verilişinin aparıcısı, layihə rəhbəri Şəfa Yadigarova özünə təntənəli ad günü etdi. Magazin Plus komandası olaraq biz də ona ad günü münasibəti ilə ürəkdən təbrik edirik və həmin möhtəşəm görüntüləri sizə təqdim edirik. Bizim həyatımızı dəyişən, bizim mələyimiz Şəfa xanımın bugün doğum günüdür. Mən onu təbrik eləyirəm. Allah ona gözəl-gözəl illər nəsib eləsin. Allah onun o gözəl ailəsini saxlasın. Şəfa xanım, nə yaxşı ki, siz bizim həyatımızda varsınız. Şəfa xanım canım mən sizi təbrik edirəm. Uğurlarınız bol olsun. Həmişə belə pozitiv, gülərüz. Yəni hər zaman bizi tez-tez buralarda yığasınız. Çox sağ olun. Sağlamlığın şəfası Şəfa Yadigarova var. Baharın ən gözəl zərif çağında Aprelin 20'dır gəldiniz. Həyatın o sağlam saf ortağında minlərlə insana ümid verdiniz. Mənim əzizim, mənim doğmam, mənim gözəlim. Həqiqətən də sən hər birimiz üçün bir şəfasan. Sən hər birimiz üçün bir səmimiyyət, bir tükənməz enerji mənbəyisən. Sənə uzun-uzun ömürlər arzulayıram, can sağlığı arzulayıram. Siz o qədər insanlara yaxşılıq eləmişsiniz ki, onlar hamısı çox gözəl bir töhfə kimi sizin qarşınıza bir həyat boyu çıxacaq, Allah qoysa. Biz də bugün Azul Wedding dekor şirkəti olaraq Şəfa xanımın yanındayıq. Şəfa xanım üçün sürprizlər hazırlamışıq doğum günü ilə bağlı. İnşallah Şəfa xanıma bu yaşı düşərli olsun. Ürəkdən təbrik eləyirəm Şəfa xanımı. Sadelik güzeldi, zəriflik fərqli. Bizimlə toyumuz olar rəngli. Azul Wedding dekorun adı. Damakta qalacaq sevginin dadı. Şəfa xanımı bu gözəl gün münasibəti ilə səmim qəlbdən təbrik edirəm. Ona ilk növbədə can sağlığı arzu edirəm və bol-bol uğurlar arzu edirəm. Bu il, bu yaşının sizə ən düşərli yaşı olsun, ən düşərli il olsun. Həmişə biz hamımızı xoşbəxt etməyə çalışan Şəfa xanım, sizin ad gününüz mübarək deyirəm. Şəfa xanım mənim üçün o qədər dəyərlidir, o qədər əzizdir. Şəfa xanımı təbrik edirəm. Mən həyatımda
daimi olan dostlarım, əzizlərim, sevənlərim bugün mənimlə bərabər oldular və mənim üçün bu çox unudulmaz gün oldu. Hər birinə təşəkkür edirəm. Bugün ürəkləri mənimlə olan, burada ola bilməyənlər, bugün burada olanlar, bütün dostlarıma, əzizlərimə, ümumiyyətlə bütün məni sevən Azərbaycan xalqıma təşəkkür edirəm ki, məni sevirsiniz, məni seçirsiniz və mənimləsiz. Təşəkkür edirəm, var olasınız. Baharın ən gözəl zərif çağında Aprelin 24'ü geldiniz Hayatın o sağlam saf ortağında Minlərlə insana ümid verdiniz Adınız şifadır, özünüz şəfa Sizdən dərs alıbdı düzgün gidalar Süfrəyə nizamla gətirib səfa Sizlə gerçək olur arzular, dualar Ruhun qidasıdır xoş kəlmələrin Hər kəsə bəxş edir incə bir bədən Sehirli toxunuşu əllərin Qovur xəstəliyi hər bir çöhrədən Nəcib bir həkim tək ucaldı adın Siz sağlam həyatın sadiq dostusuz Zərif bir xanımsız, məğrur qadınsız Bizim qəlbimizin nəziz kəsisi Lider Çap Mərkəzi artıq 10 ildir ki, ölkəmizdə çap və istehsal sahəsində etibarlı tərəfdaş kimi fəaliyyət göstərir. Lider Çap Mərkəzi həmçinin promo məhsullar sahəsində də geniş xidmətlər göstərir. Şirkətlər üçün lazım olan brend tanıtımını gücləndirən masaüstü bayraqlar, bloknotlar, qələmlər, powerbanklar və digər reklam məhsulları da məhz Lider Çap Mərkəzində hazırlanır. Məqsəd korporativ imicin daha effektiv şəkildə təqdim olunmasına dəstək verməkdir. Lider Çap Mərkəzi olaraq artıq 10 ildir ki, fəaliyyət göstəririk və bu müddət ərzində müştərilərimizə keyfiyyətli, etibarlı, peşəkar xidmət təqdim edirik. Bizim əsas fəaliyyət sahələrimiz tekstil promo məhsullar və mətbəx xidmətləridir. Tekstil sahəsində müxtəlif növ işçi geyimləri, idman geyimləri və kooperativ formalar hazırlayırıq. Xüsusilə tikinti şirkətləri üçün dayanıqlı və rahat işçi geyimlərinin istehsalını həyata keçiririk. Promo məhsullar sahəsində isə şirkətlərin brend tanıtımına dəstək oluruq. MMC-lər və ofislər üçün masaüstü bayraqlar, bloknotlar, qələmlər, powerbanklar və digər məhsulların hazırlanmasında iştirak edirik. Məqsədimiz şirkətlərin kooperativ imicini gücləndirmək və onların tanıtımına töhfə verməkdir. Bununla yanaşı şirkət idman federasiyaları ilə də sıx əməkdaşlıq edir. Onlar üçün kuboklar, medallar, kəmərlər, müxtəlif mükafatlar və xüsusi idman geyimləri hazırlayır. İdman federasiyaları ilə sıx əməkdaşlıqlar edirik. Onlar üçün biz diplomlar, kəmərlər, medallar, kuboklar və digər sifarişlərin hazırlanmasını icra edirik. Bu sahədə həm keyfiyyət, həm də estetika bizim əsas şərtimizdir. Burada həm keyfiyyət, həm də estetik görünüş əsas prioritet kimi götürülür. Lider Çap Mərkəzinin əsas üstünlüyü isə hər bir müştəriyə fərdi yanaşma nümayiş etdirməsidir. Keyfiyyət, sürət və məsuliyyət prinsiplərinə sadiq qalaraq 10 il ərzində etibarlı tərəfdaş kimi öz yerini möhkəmləndirib Lider Çap Mərkəzi. – 24 yaşında həyat yoldaşının xəyanəti ilə üzləşdi. Amma susdu. 27 yaşında illər sonra bu xəyanətə görə yuvasını dağıtdı. Bu məşhur kimdir? Az sonra.
Söhbət 1960-cı il 25 oktyabrda Bakı şəhərində anadan olan, 1989-cu ildə teatr truppasına daxil olan, yaşlı eynəkli adam, Fəryad, kişi sözü, tanınmış filmlərinə çəkilən, ilin işgüzar xanımı seçilən, xalq artisti Sənubər İskəndərlidən gedir. Aşılmaz gönlüm gözüm, quruya sözdən izim, qalmaz şanım izim, məhəbbət olmayanda. 27 yaşında həyat yoldaşından ayrılan aktrisanın bir qızı var. Qızı ailəlidir, 2 övladı var. Sənubər İskəndərli illər ötdükcə ad günlərinə sevinmədiyini bildirib. Evdəkilər mənə nə sürpriz hazırlayacaqlar bilmirəm, amma özümə qalsa doğum günümü qeyd etmək fikrində deyiləm. İllər ötdükcə yaşımızın üstünə yaş gəlir. Ad günlərimə sevinə bilmirəm. Çünki yaş öz sözünü deyir. il ailə həyatını davam etdirən Sənubər İskəndərli yoldaşının ona xəyanət etməsi, yəni onu kiməsə dəyişməsini səbəb gətirərək yoldaşı ilə yollarını 27 yaşında ayırıb. Hal-hazırda isə o özünü xoşbəxt qadın hesab edir və yaşadığı həyatı boyunca ideal insanın olmadığını anladığını bir daha vurğulayır. Xətrinə dəyməsin. Mənim yerimə başqa qız olsaydı, Niyazı qoyub sənə ərə gedərdi. Məhəbbət olmayanda, məhəbbət olmayanda. Maqazin Plusun çəkilişində göstərdiyi dəstəyə görə Hollywood restoranına dərin təşəkkürümüzü bildiririk. Hər zaman ulduzların yanında olmaqla həm də elə ulduzların seçimi olan dəbdəbə, təntənə, gözəlliyi ilə göz oxşayan Hollywood restoranı sizin də yolunuzu gözləyir. Maqazin Plus'dan, komandamızdan bu həftə də çatdıracaqlarımız bu qədər. Maqazin Plus Tural Avtoservis 023-ün sponsorluğu ilə sona çatdı. Gələn həftə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Verilişin sponsoru Tural Avtoservis 023.